Sana ya Hüseyin sözümüz var, sözümüz var, sözümüz var. O şeş guşede gözümüz var, gözümüz var, gözümüz var. Nəsib ola mənə dəvətin gəlsin, qonaq olum yenə eyləyim təzim. Salam verim sənə bu ərbəyində, bu ərbəyində. İntizarınla ürək dönüb qana, dostlarım gəldi. O qanlı torpağa qaldı karvan, gözüm baxa baxa bu ərbəyində, bu ərbəyində. Sənə ya Hüseyin sözümüz var, sözümüz var, sözümüz var. O şeş guşədə gözümüz var, gözümüz var, gözümüz var. Qoşulaydıq o karvana, qoşulaydıq o zəvvarlara. Nəhri Əlqəmədə batanaya salam, Köşəbəl fəzlinə gedib qonaq olam. Kərbəlasız mən ah necə qalam bu ərbəyində, bu ərbəyində. Kaş qəlibinə deyəydim Əkbərə, kaş gəlib lay lay çalaydı məsxərə. Olmadı qismət mənə bu mənzərə, bu ərbəyində, bu ərbəyində. Sənə ya Hüseyin sözümüz var, o şeş guşədə gözümüz var.
cəsədi var. Çox xahiş edirəm, sakit olaq analar, çox xahiş edirəm. Bir də ki, Quran oxunacaq, xahiş edirəm analarımız, bacılarımız. Yaylıqlarımızı örtək, Qurana hörmət olaraq. Eyni zamanda çox xahiş edirəm, acizanə hətta yalvarıram. Sakitliyə riayət eləyək, Quranı dinləyəcək. Və ondan da əlavə yenə deyirəm, mühüm bir tarix açıqlanır. Əslində mənim üçün çox ağır bir səhnədir hal-hazırda. Mən bu səhnəni 92-ci ildə 11 yaşımda gözlərimlə görmüşəm. Xocalı soyqırımında mənim atam döyüşüb və bizim qapımıza o şəhidlər gəlib. Heç ağlıma gəlməzdi ki, bugün atamın adı ilə hansısa bir məclisdə iştirak edirəm. Allah cəmi şəhidlərin rəhmət eləsin, ruhları şad olsun və bizləri onlara layiq olanlardan qərar versin. Elə yaşayaq ki, o şəhidlərə layiq olaq. Deməli, bugün ayın 4-dür və saat 4-dür. Bunu yan-yana qoyanda hansı rəqəm yaranır? Eyni zamanda şəhidlərin sərvəri İmam Hüseyin əleyhissalamın şəhadətə yetişdiyi gündür. Bu da onu göstərir ki, həqiqətən də bizim igidlərimiz, nər oğullarımız ya Hüseyin dedi, önə atlandı. Heç nə təsadüf deyil, hər şey Allahın qədəri qismətidir. Bugün burada şəhid anaları var, şəhid atası var, qazi qardaşlarımız var. Və kiçiyiniz olaraq, şəhid qız olaraq mən sizin xidmətinizdəyim. Yenə deyirəm, mənim üçün çox çətindir. Amma sizə xidmət mənə şərəfdir. Və istəyərdim ki, dövlət himni ilə məclisimizi açıq eləməliyik.
sükutla yad edək. Xahiş edirəm, sakitliyə riayət edək. Ruhları şad olsun ki, onsuz da onlar cənnətdədirlər. Yenə deyirəm, biz çalışaq ki, onlara layiq olaq. Onlara layiq olmaq üçün biz neynəməliyik? Bir sual yaranır. Biz şəhid ailələrinə, şəhidlərə layiq olmaq üçün neynəməliyik? Onların bizə əmanətinə xidmət eləməliyik, layiqincə xidmət eləməliyik. Və bizim burada fiziki məhdudiyyətli bir balamız var. Bilirsiniz ki, bizim bu məclislərin çoxsu fiziki məhdudiyyətli balalar üçün qurulur. İstər şən tədbirlər, istər belə məclislər. Gördüyünüz kimi burada uşaqlarımızın elə çoxsu da həmin o uşaqlardır ki, fiziki məhdudiyyətlidirlər. Və bunların arasında bizim Ramiz balamız var ki, bütün məclislərimizdə əzanla məclisimizi İnşallah ki, açıq elan edir. Buyur Ramiz, söz sənindir. Mən balam. Allahu Ekber, Allahu Ekber, Eşhedü en la Demək istədim ki, qoy məlumatlar olsun. Balamız autizm sindromudur. Məclisimizi davam edirik. Bir də bir şeyi xahiş edeyim sizlərdən. Bugün bizdə əza məclisidir. Əl çalmaq olmayacaq. Çox xahiş edirəm, buna diqqət edək. Bugünkü gündə bu məclisin ərsiyə gəlməsində Arzu xanım, Əhməd bəy, sözü sizə verirəm. Siz bu qədər əziyyət çəkmişsiniz. İstəyərdim ki, siz danışasınız. Buyurun səhnəyə. Arzu xanım, Əhməd bəy. Salam olsun hər birimizin.
xoş gəlmisiniz bu imam məclisimizə. Allah Teala qəbul eləsin. Hər kimin qəlbində nə niyyəti, nə arzusu, nə duası varsa Allah qəbul eləsin. Mən Allahıma şükürlər edirəm ki, bu ili də Allah Teala mənə qismət elədi bu imam süfrəsini ərsəyə gətirməyə. Çox şükürlər edirəm Allahıma. Bəli, hardasa 2 həftənin ərzində qəlbimdən keçdi ki, Allahım, sən mənə kömək elə, sən mənə güc, qüvvət verdin. Mən bu günü də yaşadım, bax bu balalarıma. Çox şükürlər olsun Allahıma. Deyirsən, saydığı sayı görfələk nə sayır. Şükürlər olsun, çox şükürlər olsun. Mən o qədər Allahımdan razıyam ki, nə bilim, dilimə gətirmək istəmirəm, amma çox şükürlər olsun ki, mən bu qədərini fikirləşməmişdim. Gücüm çatanı fikirləşmişdim, amma Allah Teala mənə elə bir yol verdi ki, Allah razı olsun. Mənə dəstək, bu yolda mənə dəstək olan hər bir kəsə, kimlər ki, mən onu demərəm ki, mən eləmişəm. Xeyr, mənə dəstək olmasaydı mənim gücüm olmazdı. O gücü də mən dəstəyimi sizin kimi dəyərli insanlardan kazandım. Bugünü bu balalar için yaşattım. Bu kadar insanı da bura dəvət eləməyimdən mən bir qardaşıma təşəkkür edirəm. Özü burada olmasa da amma qəlbi bizimlədir. Allah onun da getdiyi yolda ruzusunu, bərəkətini bol eləsin. Ruzu ilə bərəkətlə qayıtsın Bakımıza inşallah. Hər şey için sağ olsun, var olsun. Allah onun bir balasına da rəhmət eləsin. Əksəriyyəti bilir kimdən danışıram. Yerdə qalan 3 balasını Allah qorusun. Xanımı ilə bir yerdə. Bəli, biz gecə saat 2-ci onun xanımı ilə bax bu tabları hazırladıq. Şükürlər olsun Allah'ımıza. Çox danışıram, amma bilirsiniz ki, mənim qəlbim doludur bax bu uşaqlara görə. Mən Allah'tan həmişə, hər bir tədbirdə bilirsiniz ki, ilk duam bu balalar üçün olub ki, nəinki bizim ətrafımızda olan xüsusi qayğıya ehtiyacı olan balalar. Harada varsa hər birinə Allah Teala yox yerdən acil şəfalarını versin. Heç bir anaya möhtac olmasın balalarımız, Allah'tan başqa. Allah hamımıza can sağlığı versin. Mən burada qardaşlarıma da təşəkkür edirəm ki, bir daha bizim dəvətimizi qəbul elədiniz, gəldiniz. Gələn ayaqlarınız var olsun. Həmişə imam süfrələrində inşallah Allah bizlərə qismət eləsin. Yığışaq. Nuş olsun hər birimizə. Bir daha deyirəm, Allah balalarımıza sağlam ömür bəxş eləsin. Məndən bir bacım da xahiş elədi ki, Arzu bacı, nə olar xahiş edirəm, çox ağır bir vəziyyətdəyəm. Keçən səfər dedi, qardaşım üçün şəfa diləyirdin. Bugün də mənim üçün burada qardaşlarım bir şəfa diləyəri Sevdə bacıdır. Sevdə bacı olmaqla mənim Zahid Kərbalay qardaşıma da cəmi kimin nə dərdi varsa, nə acılı günləri varsa Allah Teala özü kömək olsun. Amin Allah. Var olun. Salam, hər vaxtınız xeyir olsun, dəyərli analar, dəyərli şəhid analarımız. Allah sizləri var eləsin, Allah sizləri bizə çox görməsin. Şəhid atamız da buradadır, mübarizə atam. Biz bugünkü günü, belə deyək də, şəhidlərimizə borcluyuq. Dildə yox, əməldə bizi tanıyanlar bilir ki, biz əməldə şəhidimizi sevənik. Reklam xatiri, kamera qabağında danışan yox. Şəhidlər bizim gülür mənimizdir. Bizim başımızın papaqlarıdır, belə deyək. Allah səbir versin sizlərə. Düzdür, nə qədər desək ki, sizin övladınızın yerində yox, o mümkün olan bir şey deyil. Biz sizə yox, özümüzə təsəlli verə bilərik ki, anamızsız biz sizin övladınızın yerində olmağa çalışarıq. Biz qiymətli uşaqlar, anaları, onlar da mənim üçün həm dəyərlidirlər, həm bir qəhrəman anadılar. Biz necə uşaqlar evinə gedirik, qocalar evinə gedirik. Necə sağlam uşaqlarını aparıb, o uşaqlar evlərini atırlar. Amma bu analar gör nə qədər qəhrəman analardır ki, nə qədər gözəl insanlardır ki, öz övladlarını qoruyub saxlayırlar. Onlarla
böyüyürlər, onlarla deyirlər, gülürlər, yaşayırlar. Həqiqətən də biz indi 1-2 saat onlarla bir yerdə oluruq, amma onlar bir ömür onlarla bir yerdədir. Fatma bacı, təşəkkür edirəm. Allah sizin də həyatınıza rəhmət eləsin. Şəhidimizin əmanətisən. Hər bir vaxt əziyyət verdik sizə. Bir daha gələn ayaqlarınız var olsun. Burada dəyərli həqiqətən bacılarımız var, qardaşlarımız var. Arzu xanım da həmişə kim bizim arbitçəyimizdir, yanımızda, bizim əlimizdən gələnlərdir. Qardaşlar var olasınız, minnətdaram, həqiqətən dəyərli vaxtınızı ayırıb, təklifi qəbul edib gəlmişsinizsə, Allah sizi müdad eləsin. Həqiqətən söz tapılmırdı deməyək ki, çünki həqiqətən dəyərli vaxtınızı ayırıb bize yanımızda olmuşsunuz. Allah bütün balalara şəfa versin. İnşallah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza can sağlığı versin. Sözümüz çoxdur. Amma qısa eləyək ki, inşallah ehsan süfrəmiz Allah qəbul eləsin. Var olasınız, bir daha da minnətdaram. Gələn ayaqlarınız var olsun. Allah sizləri qorusun. Allah sizlərə güc, qüvvət versin. Təbii ki, belə deyilib, böyük qardaşımız adının çəkilməyini istəmir. Düzdür, bizə deyib, həmişə deyir ki, bir adını çəkmir. Ona görə əksəriyyəti burada olan analar tanır ki, biz kimdən danışırıq. Allah var eləsin. Amin inşallah. Çox sağ ol. Bəli, Əhməd, mən də sənə təşəkkürümü bildirirəm ki, mənim bir kəlməmə sağ ol günə ki, mənim yanımda oldu. Bəli, zəng elədim sənə ki, mənim o qardaşım burada yoxdursa, xahiş edirəm, bu yolda mənim yanımda ol. Çox sağ ol, minnətdaram sənə ki, mənə arxada yol oldun bir qardaş kimi. Sən də, bəli, mübariz atada, qazi qardaşlarımızda, hər kim, yenə deyirəm, fərq eləmir. Bu bizim dəvətimizi qəbul edib gəlibsə, Allah salamatlı ömür bəxş eləsin. Var olasınız. Nuş olsun, Allah qəbul eləsin. Fatimə qızım, sən də çox sağ ol balam. Allah bax bu yolda sənin bu çəkdiyin əziyyət və mükafatını Mir Yusif balonuna inşallah səni sevindirsin. Sən də, mən hər tədbirdə deyirəm, sən də o günlər olsun ki, bu analar kimi Mir Yusif balonu götürəsən yanımda əyləşəsən, inşallah səni ancaq bunu arzulayıram. Allah'tan sənə ilk növbədə sağlam ömür, o çətin ağrılı günlərin yeridə qalsın. İnşallah eşidir ki, Allah'ın bir möcüzəsini sənə yaşatdı, sən də sağlamlığı qovuşsun. Mir Yusuf balağı da, mələk balağı da salamat böyüdəsən. Nuş olsun hər birimizə. Bizim burada bir xanım var, dəyərli xanım, hansı ki bütün tədbirlərdə, məclislərdə, maddi mənəvi yanımızda olur. Əslində şəninə deyiləcək sözlər çoxdur, amma özü kimi gözəl, sadə bir şəkildə çağırmaq istəyirəm. Arzu xanım, zəhmət olmasa, buyurun. Herkes salamlayıram. Allah ehsanı qəbul etsin. Burada şəhid analar var. Onlar qarşısında baş əyirəm. Mən də qardaşlarımızı salamlayıram. Arzu xanım, çox sağ olun. Dəstək oldunuz. Fatimə xanım, bütün əziyyəti keçən hər kəsə təşəkkür edirəm. Bizim tədris mərkəzi adından Arzu xanıma balaca bir hədiyyəmiz var. Onu təqdim edin. İnşallah sonra qardaşlarımız rövzələrini davam eləsin. Düzünə layiqdir. Sağ olun. Allah qəbul eləsin. Yəni, dəyər bilmək şərt o deyil ki, bahalı bir nəysə olsun. Əgər sizin qəlbinizdə mənə qarşı nəyisə bir dəyərləndirirsinizsə, əlbəttə ki, mən niyə bunu sevə-sevə də qəbul eləməyim? Çox sağ olun, təşəkkür edirəm, var olasınız. Allah bizim elədiyimiz bax bunları, mükafatını bizə ancaq sağlam ömrümüzlə bəxş etsin. İnşallah, amin, amin, amin. Şəhid analar, Allah sizə də can sağlığı versin. Sizlərə ancaq
ancaq dözümlü səbir arzulayıram. Başqa heç nə deyil. Heç nə əlimizdən gəlmir ki, sizə nəyisə eləyə bilir. Ancaq sizlərə dözümlü səbir arzulayıram. Var olasınız. Allah Teala xalqımıza, dövlətimizə bir daha bu acılı günləri göstərməsin. Cavanlarımızı qorusun Allah Teala. Əskərlərimizi qorusun Allah Teala. Hamısı gedənlərimiz sağ-salamat qayıtsınlar. Sizin göz yaşlarınızı qurban olarak. Var olasınız. İndi isə məclisimizin ən vacib anı. Baxın, öncədən xahiş edirəm hər birimizdən yaylıqları olan başlarını örtsünlər, Quran oxunur. Çox xahiş edirəm. Və sakitçiliyə riayət edək. Yenə deyirəm, acizanə yalvarıram. Qurana layiq oturaq. Və bu Quran bizim şəhidlərin sərvəri İmam Hüseyin əleyhissalamın adına və 44 gündə canından, qanından keçən şəhidlərimizin adına oxunur. Allah ali dərəcədə qəbul eləsin. Buyurun qardaş, söz sizdədir. İnşallah ki, Allah bu məclisi bizdən ali dərəcədə qəbul eləsin. Başlar zamanı imamı olan Həzrəti İmam Zaman olmaqla bütün əhl-i beytə təsiriyyət ərz edirik. Eləcə də burada dəyərli insanlar var, şəhid analar var, qarşılarında baş əyri. Allah cəmi şəhidlərimizi rəhmət eləsin, ruhları şad olsun inşallah. Sizdən bir kiçik qardaşınız kimi, oğlunuz kimi xahiş edəcəm, bir neçə saat burada xidmət edəcək. İki qardaşlarımız da buradadırlar, Quran tilavət olunanlar. Ümumiyyətlə qardaşlarımızdan burada bir neçə dəqiqədə olsa zikir müsibət olunacaq, ruhca mərsiyələr olacaq. Yəni kim istəyirsə bu məclisdən əli dolu geçsin, hacətin alsın, diqqətlə qulaq assa, Allah onun hacətini verəcək. Çünki bu sözlər, oxunuşlar, istər Quran-ı Kərim, istərsə də əhl-i beyti mədh eləmək qızıldan dəyərlidir. Qızıldan dəyərlidir. Çox-çox sizdən xahiş edirəm bir qardaş kimi diqqətlə qulaq asaq, hər birimiz əcrimizi alaq inşallah salamat evlərimizə gedir. Bir-birimizin salamətçiliyindən ötəri, eləcə də şəhidlərimizin ruhunun şad olmağından ötəri salavat zikr edir. Allahümme salli ala Muhammed ve ali Muhammed. İnşallah ki, bizim dəyərli qardaşımız, Əli Cəfəri qardaşımız Quran tilavət eləyəcək, onun da salamətçiliyindən salavat zikr edir. Allahümme salli ala Muhammed ve ali Muhammed. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ألف لام ميم ذلك الكتاب لا ريب فيه هدى للمتقين الذين يؤمنون بالغيب ويقيمون ويقيمون الصلاة ومما رزقناهم ينفقون والذين يؤمنون بما
إليك وما أنزل من قبلك وبالآخرة هم يوقنون ما شاء الله ما شاء الله أولئك على هدى من ربهم وأولئك هم المفلحون إن الذين كفروا سواء عليهم أنذرتهم أم لم تنذرهم لا يؤمنون صدق الله العلي العظيم اللهم صل وسلم وبارك على رسول الله آله الأطهار على رسول الله وآله Qardaşımızın salavat sinirləri, İranı versin məclislərimizi sayan çox eləsin. Biri-birindən dəyərli qardaşlarımız var. İllərlə tanıdığım bizim qardaşımız Nadir Abbasidir, Ali Zəfəri qardaşımızdır. Gözümün nuru Seyid Cavidan qardaşımız Səccadi, Allah'ın ömrünə bərəkət versin. Əhməd qardaşımız, Allah'ın da ömrünə bərəkət versin. Əhməd, Əli, Allah Əli ilə səni qiyamət günü məşhur eləsin inşallah. Kərbalaya erişən qardaşımız da buradadır. Allah'ın da canı salamət eləsin. Niyə təqdim edirəm? Diqqət eləyək. Kimisə gözündə böyük görməyən Allah dərgahında böyük ola bilməz. Gərək birinci təqdimatını gözəl eləyəsən ki, Allah və Peyğəmbər Əhl-i Beyti qatında da ki, Allah sənin məqamını uca eləsin. Allah hər biri bizim məqamın Əhl-i Beytin yanında uca olanlardan qərar versin inşallah. Sizdən çox-çox xahiş edirəm, məclisimizə başlayırıq ki, diqqətlə dinləyək, zamana imamı başlıq olmaqla bütün Əhl-i Beyt nəzər edir məclisə. Bu boş olan stollarda da elə bilməyin boşdur ya. Orada da Əhl-i Beytin ailəsini yaşayır. Yəni qardaşlarımız bunu gözəl bilirlər. Ya Rahman, Ya Rahim, Esselamu ala Hasan ve ala
nə deyərdin? Mən bilirəm sən nə deyərdin əgər o gələydin o 6 quşa qəbrin kənarında fırlansaydın, balası xəstə olanlar şəfaat edəcəkdi. Şəhid anaları dolanacaqdılar o İmam Hüseynin gözəl zərihinin başına. Nə deyəcəkdilər? Ey Hüseyin, 1000 dənə belə oğlumuz olsa hamı sənə qurban olsun. Bax bunu oxuyuram 40-cı gün üçün. Xırdaca zəhmətimi tamam eləyəcəm, qardaşlarım xidmət eləyəcəm. 40 gündür ki Zahra balası qana batıbdı. Nazı ilə Hüseyin qanla biyabanda yatıbdı. Ay hacət olan bunu sən üçün deyirəm. 40 gündür ki Abbas adılarla qalıbdı. Qollar düşüb parçamı allarda qalıbdı. Can Zeynəb 40 gündür ki Zahra qızının qardaşı yoxdur. Qardaşlarına dalda qalım yoldaşı yoxdur. Abbasın əli yoxdur, Hüseynin başı yoxdur. Atlar ayağı aftab yaban arasında. Elə qəbrə qurban Hüseyin, sen gör necə Hüseyin məzlum idin. Aləmlər ağlardı sənə, sen gör necə Hüseyin məzlum idin. Zəhra da ağlardı sənə. Bunu deyim zəhmətim tamam. 40-cı günündə xanım Zeynəb gəlir Kərbəlaya. Elə əlləri başında. Ay əzizini itirənlər, ay cavanı əlindən verənlər. Rəsmidir əgər bir cavan ölən, bir cavan qardaş ölən, yabancı ölə fərq eləməz. Axı onu 3 gün, 7 gün gedərlər, ziyarət eləyərlər. Amma nədənsə dünyanın gərdişi budur. Elə xanım Zeynəb gəlir, öz gözəl qardaşın ərbeyində ziyarət eləyir. Əllərin qoyur ürəyinin başına Zeynəb. Dedi Hüseyin, Hüseyin bacın ölsün qardaş, gəldim ərbeyini ver. Amma yanımda elə şərməndəyəm Hüseyin. Ya Zeynəb, çünki balır qayyanı gətirmədin Hüseyin. Elə bir gündə qocalan Zeynəbinə 7 qardaş bacısı tənha qalan Zeynəbinə. Lay lay qardaşım lay lay, mazlum qardaşım lay lay. Lay lay qardaşım lay lay, mazlum qardaşım lay lay. Bir də
edin inşallah. Bismillahirrahmanirrahim. Allahu Rabbi la uşraku bihi şey'an tevekkaltu alel hayyul la yamut. Allahumma inni as'aluka bi anna lekal hamd. La ilahe illa entel mennan badi'us semavat zul celali vel ikram. An tusalli ala Muhammed ve ali Muhammed ve ente celalihi ma'ana fihi faracan ve mehracan. Mən də təşkilatçılıq edən hər bir kəsdən minnətdarlığımı bildirirəm. Allah razı olsun ki, belə bir məclisi təşkil edirlər. Mən bugün oxumaram, inşallah biraz söhbət eləyərik, qardaşlar. İnşallah buradadırlar, məhsəllərindən istifadə eləyərik Allah'ın izinlə. Mən burada şəhid analarını görürəm. Hər birimizin qədəmlərindən öpərəm. Hələ bu günləri sizlərə həsr eləmək lazımdır. Sonra sizin günlərinizdir. Şəhid analarının bir dənə xüsusiyyəti var. Mən hər zaman onları xanım Zeynəbə nisbət verərəm. Onlarda ki, bir qürur, bir əzəmət var. Tamam bir başqadır. Qiyamət. Bir şəhid məclisindəydik. Gəldi iştirak eləməyə, gördüm bir mücəllələ, bir əzəmətli bir dənə xanımdır. Daxil oldu çadırada, dedilər bir şəhidin anasıdır. Bir qürurla, bir əzəmətlə daxil oldu içəri. Gəldi, yaxınlaşdı mənə. Dedi, sən ki rozu oxuyacaqsan, bizi ağladacaqsan, xahiş edirəm səndən, mənə balondan oxuma gələm. Dedim, niyə? Sən mənə Əli Əkbərdən oxucuna, İmam Hüseyndən oxucuna. İndi ana oldu Roza xanım, mən oldum dinləyici. Elə öz-özümə baxdım, dedim, hələ bu ananın balası şəhid olmalıydı. 2 dənə bacının bir qardaşı idi. Deyirlər, təkcə qurşaq hissəsini qəbrə qoymuşdular. Tikə-tikə olmuşdu. 8 ildən sonra doğulan bir dənə uşaq idi. Amma anası dedi ki, mənə İmam Hüseyndən oxuyacaq. İmam Hüseyin əleyhissalamın şəhidlərə verdiyi dəyər bilirsiniz nədir? Binəqədidə bir şəhid var idi, biz o şəhid məclisində iştirak eləmişik. Bir dəfə getdik o məclisdə iştirak eləyəndə şəhidin anası özü danışırdı. Deyir, mən hər cümə axşamı adət eləmişdim, gedirdim, balamın qəbrini ziyarət edirdim. Dözə bilmirdim də, ayrılığa dözə bilmirdim. Gedirdim, balamın qəbrini ziyarət edirdim. Hər cümə axşamı gedirdim qəbrinə. Bir gün deyir, getdim, ziyarət elədim, gəldim evdə, yatdım, yuxuma övladım gəldi. Dedi, anacan, səndən xahiş edirəm, cümə axşamları mənim qəbrimə gəlmə. Dedim, niyə? Dedi, çünki biz cümə axşamları bütün şəhidlərlə cəm oluruq, gedirik Həzrət İmam Hüseyin əleyhissalamın ziyarətinə. Elə ki, biz o kişinin ziyarətinə gedirik, imam mənə baxar, deyər, sən gəlmə, sənin anan gəlib, sən ged onun ziyarətinə. Bax, budur. Mən burada qardaşı ölənlərdən üzr istəyirəm. Bu günlərdə bir dənə xanım var ki, bir gündə saçı ağardı. O xanımın adı Zeynəbdir. Həzrəti Peyğəmbər buyurur, Aleykum ən tühübbüz Zeynəb. Məsləhət görürəm ki, Zeynəbi çox istəyəsiniz. Zeyn-i Əbiha deyərlər, atasının zinəti deyərlər Həzrəti Zeynəbə. Bilirsiniz necə bir qardaş-bacı münasibəti idi bunlarla. Bir gün Həzrəti Peyğəmbər oturub Həzrəti Cəbrail əleyhissalamla söhbət edir. Uşaqdılar, Həsən, Hüseyin, Zeynəb, balaca uşaqdılar. Gördülər ki, Həzrəti Peyğəmbər ağlayır. Ya Rəsulallah, niyə ağlayırsan? Dedi, Cəbrail, bir dənə bax bu balaca uşaqlara. Baxdı, gördü, oynayırlar. Dedi, ya Rəsulallah, burada ağlamalı bir şey yoxdur ki. Uşaqlar oynayırlar.
söhbət gedir. İndi çox çətin olar ki, Zeynəb qala təllin üstündə, baxa görə ki, onun qardaşının başını necə susuz kəsinlər. Gəldi övladlarına dedi, gedin ay siz döyüşün. Öz doğma övladlarına, oğlanlarına dedi, indi gedin siz döyüşün. Oğlanları gəldi Həzrət İmam Hüseyin Əleyhisselama sual edədilər, dayıcan icazə verirsən biz döyüşək? Dedi, yox, icazə vermirəm. Gəldilər, dedilər, dayımız bizə icazə vermir. Xanım Zeynəbin övladları şəhid oldu Kərbəlada. Deyirlər ki, bütün şəhidlərin cənazəsi gəlirdi, xanım Zeynəb çıxıb qarşılayırdı. Ələşbərin, Qasimin, Abdullahın fərqi yox idi. Elə ki, öz balalarının cənazəsi gəldi, çıxmadı qabağa. Dedilər, ya Zeynəb, niyə çıxmırsan? Niyə balalarımı ağlamırsan? Dedim, mən çıxım öz balalarıma ağlayım, qardaşım Hüseyin xəcalət çəksin. Mən bunu eləmərəm. Bilin ki, xanı, qəbri yıxan deyiləm. Min oğlum ölsə əgər mən xeymədən çıxan deyiləm. Şamdan ki, onlar əsirlikdən çıxanda, bilirsiniz ilk sözü nə oldu? İlk sözü bu oldu. Dedi, Səccadim, imamım balam, mümkündür sən bizə bir dənə boş yer tapasan, biz orada oturaq, ağlayaq, Hüseynə ürəyimizi boşaldaq. Çünki olmuyor, bizi qoymayıblar ağlamağa. Tarixdə belə bir şey olmuyor. Ölənin üçün ağlayasan, sənə qəmçi vuralar. Hələ elə də elədi. Gəldilər bir dənə yerdə dayandılar. Xanım Zeynəb o qədər ağladı, o qədər ağladı. Deyirlər, qırmızı paltarda əyləncəyə gəlmişdilər ki, Zeynəbə şəmadət eləyələr. Deyirlər, o əyləncəyə gələn kəsləri belə ağlatdı. Matəmə otuzdurdu. Bu xanım Zeynəbdir. Mən sözü çox uzatmayacağım, qardaşlarım istifadə edəyəm inşallah. Bir dənə bir söz deyəcəyəm. İnşallah ürəkləri rəvani eləyək hamısını o kəfənsiz qəbrinə. İmamın ölümünün 7 dənə xüsusiyyəti var. Bir xüsusiyyət budur ki, məsələn də dəryalar coşar. Bir bulut budur ki, bir iş budur ki, göyün üzü qaralar. Güclü bir dənə tufan əsər, külək əsər. Allah qələminə bərəkət versin. Behzad Həsənə adında bir Əhl-i-Beyt şairi var. Deyir, bilirsiniz, Kərbəlada İmam Hüseyin Əleyhisselamın elə ki, ruhu bədənindən çıxdı. Sözə bax. Elə ki, İmam Hüseynin ruhu bədənindən çıxdı, bir dənə tufan qopdu Kərbəlada. Deyir, bilirsiniz nə tufan idi? O Kərbəlada o tufan qopdu, külək əsdi, o torpaqlar bir dənə naxış çizdi Kərbəlada. Bilirsiniz nə naxış idi? Əsdi geysuy mərifət tel-tel. Əsdi geysuy mərifət tel-tel. Xeymənin küllərini cəm eylədi yel. Əsdi şiddətlə, batdı göz yaşına, gətirib satdı Zeynəbin başına. Əla lənətullah aləl qovli zalimin.
Ey oğluna yettin, kalbi dağılmıştı bana. Neden gelmir sesin oğul, dilinde sözlere kurban, verende can kimi gördü, o yorgun canıma kurban. Hamının sözünü izleyirəm mən oxuyum. Bizi bu bağ deyil, əsrəkdə tək qoyub hara getdik, gözümü yolda qoyub. Gün mənə səndən sonra qərar gecədik, daş gör ay bana, yaralarım necədir ay bana, danış görüm ay bana, yaralarım necədir, digərlər qapıda. Bir akşam olanda bakarlar kapıya, ellerin koyarlar boyunlarına, diğerler balaya, hamının gideni geldi. Ben senden bir haber yoktu ay bana, ikincisi de bu değil. Diğer oğlan, kalbiden çok sözüm var. Bana kabaktan bayram gelir, hayatımda gözüm var. Yeri var Ali Ekber'den de bir cibeyt okuyum. Ay sizin şehitler özlemerin canım kurban. Ali Ekber alacağım. Gitti meydana diyenler bir vaktiden sonra İmam Hüseyin gördü. Ehli cahilden bir ses geldi. Dedi ata yaman günü tez getir uzmanı. Hanım Zeynep değil gördüm. Kardeşim bir ses sürüne sürüyorsa bir sınav. Eğer birinin balası ölse eli yıkılar. Şimdi ağlayan İmam Hüseyin'e hem kardeş ölür hem bala ölür. Ne hale kalır. Bakın balasına, adı kalın çaresi. Allah bu parelenmiş bedenler necə aparır kıymeleri. Dünyanın başına emin, baktı balamın cenazesine, gözlerin aç dilber. Batmağam deryasına, batma mahi ember. Dur gedək indi yanım kan ağlar, andı göz yaşın əli. Kim çıxardı bu səyak, nəğmidən qaşın əli. Əli, 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 ay əli. İstirəm ucadan deyəsən, ya Hüseyin. Elə adı var qurban sən. Gecə, hər gecə gəldi olanlar, gələrlər, əllərin açarlar duaya. İlahi, ilahi, dərlərimə nəzər elə, dərman elə. Ay bu gecə, Əlbəyin günündə, buraya yaşayanlar, istəyirəm bir dənə hadisəni sizə nəzər çəkim. Azərbaycan şəhərlərindən birində bir ata var idi. Onun bir dənə xəstə balası var idi. Diqqət elə, diqqət elə. Bəlkə dərdi bu dəyər, ümidini Allahdan üzməzsə, Əhl-i Beyt məktəbindən
cəmi şəhidlərimizi rəhmət eləsin. Məxsusən mən şəhid məclislərində Allah əgər ömür versə, bəxa versə ömrüm, ki qismət olub bu ildən 17 ildir Əhl-i Beyt məqamı, 17 il. Amma 17 ilin içində 2020-ci il mən üçün çox acı bir xatirələr yaşadım orada. Şəhidlərimiz gələndə məclislərdəydim. Orada bir dənə şəhidlər danışdılar. Şəhidin nə atası var idi, nə anası var idi. Adı da Adəmdir, Ağdam bölgəsindən idi. Uşağın heç kimi yox idi, şəhid olmuşdu. Dedilər, mənə zəng gəldi, məclisdəydim, zəng gəldi. Dedilər ki, bəs Kərbəlayı, imkan varsa bir dəqiqə bizə vaxtımı ayır, dedim, olar. Çıxdım, telefonda gördüm bir nəfər çıxıra ağlayır. Dedi ki, biz Ağdam bölgəsindəyik, bir şəhid var, onun məzarındayıq. O dostunun yuxusuna girib, dostu sağ. Görüblər ki, belə güllər, çiçəklər, gözəl bir yerdədir, amma nədənsə nigaran, elə bir qəmlidir. Bir dostu buna sual edib ki, bəs Adəm, sən axı şəhidsən, sən niyə belə qəmlisən? Deyir, baxıram ki, hər bir şəhidin məzarı üstündə İmam Hüseyndən oxuyurlar. Amma mənim məzarımın üstündə oxumurlar. Niyə mənim məzarımın üstündə İmam Hüseyndən oxumurlar? Dedim, qardaş, telefonu qoyun qəbri kənarına, bu məclisi qoyuram kənara, 15 dəqiqə də olsa oxuyacaq. Yəni, onu demək istəyirəm ki, bütün şəhid analarının qədəmlərindən öpürəm. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Sizin övladınız qiyamət günü elə bir kişinin yanındadır ki, o kişi həm ədalət məktəbinin banisidir, həm qeyrət məktəbinin banisidir. Bugünkü İmam Hüseyin əleyhissalam ola bilsin ki, imkanımız olmayacaq, Kərbəlaya gedə bilməyək, müəyyən bir səbəblərdən. Amma xoş o kəsin halına ki, qəlbi ilə, ruhu ilə, paçlığı ilə İmam Hüseyini öz məclisinə dəvət edəsin. Allah bizləri Əli övladı Əlidən ayrı salmasın inşallah. Buradakı inşallah qardaşlarımızla yenə də xidmət göstərəcəklər ehsandan sonra, xahiş edirəm. Ehsandan sonra qalasınız, Əhməd qardaşımdır, Cavidən qardaşımız, Kərbəlayı Elşən qardaşımız, bizim dəyərli qardaşımız, Nadir qardaşımız, Əli qardaşım inşallah yenə də xidmət göstərəcək. Allah bu xidmətləri bizdən öz dərgahında ali dərəcədə qəbul eləsin inşallah. Buradakı ana bacılarımızın, qardaşlarımızın salamətliyinə bir salavat edin. Qardaşlar oxudu, inşallah Allah qələmlərinə, səslərinə bərəkət versin. Mən də inşallah bir-iki dənə qəzəl şeir oxuyaram, inşallah təxmin edirəm. Piyada yol gedən gərək bu ildə Kərbəlaya mən, qədəm-qədəm yürüş edim bəlalı neynəvaya mən. Bəlalı yoldur Kərbəla, bu yolda vardır Ərbəla. Bu eşk yolunda hər məriz olan şəfa tapıb dönər geri. Allah cəmi xəstələrə şifa inayət eləsin. Bu eşk yolunda hər məriz olan şəfa tapıb dönər geri. Xuda icazə ver bu il, gəlin yetim şəfaya mən. Salıb bu eşki qəlbimə əmanət eyləyib Xuda. Salıb bu eşki qəlbimə əmanət eyləyib Xuda. Bu xidmətimdə dəm-bədəm sənadəyəm Xuda. Kimi deyim sənə, anam deyib ki, Fatimə bəlasına qərar geyin. Anam deyib ki, Fatimə hər gecə əzanı tutmuşam, utanmışam ki, ağ geyim, bürünmüşəm. Ağlayan ürəklə səsləyər bu tabidan səni. Qan ağlayan ürəklə səsləyər. Mən əsir eşkünəm Hüseyin, ərizünəm ağa. Dərdimin dəvası səndədir. Dəvətimdən ayrı düşmüşəm, yoxdur ruhumun təhəmmülü. Həsrətimdəyəm çağır gəlim, ey ümidlərin təbəssülü. Ey məhəbbətin tərənnümü, ey məvəddətin təkamülü. Neynirəm bir özgə eşki ki,
Cənnət ətrini mələklərə. O mələklər hər gecə qonar, ya Hüseyin deyən ürəklərə. Sənlə qəlbilər siraz olar, aləmin ziyası səndədir. Aldın hər bəlanı gəlməsin, dinə bir xəta bəlağəti. Dağ qopar yerin mən eyləməz, sən görən bəlaya taqəti. Ey bəlalara bəli deyən, ey bəlalara bəli deyən, kullənən biya sədaqəti. Məsuliyyətin və cəm olun, beyyətin vəfası səndədir. Ey şəfaət eyləyən şəfiq, bizlərə şəfaət elə, ya Rabbillah qiyamət günündə. Bu cəmə Kərbəla ziyarəti qismət elə, ahirətdə şəfaətin nəsib elə. Ey şəfaət eyləyən şəfiq, lütfün Allahın nişanıdır. İsmi zikrin ey gözəl rəfiq, haqqın aləmə bəyanıdır. Qudsu səndən ayrı hər tərik, sənsiz hər nə varsa fanidir. Tüm həqiqətin tamamı sən, xilqətin bəqası səndədir. Tüm həqiqətin tamamı sən, xilqətin bəqası səndədir. Şəhadətin mübarəkə İmam Hüseynin aşıqı. Şəhadətin mübarəkə İmam Hüseynin aşıqı. Ey əhdinə vəfalı, ey əhdinə vəfası, ağam Hüseynin aşıqı. Kim əhdə davlət uğruna şərəflə can fəda edər. Bunu da şəhidlərdən oxuyuram inşallah. Kim əhdə davlət uğruna şərəflə can fəda edər. Ölüm sənə yaxınlaşan zaman əcəl həya edər. Təbəssüm ilə söyləyər salam Hüseynin aşıqı. Salam ola sənə şərəf gətirmisən. Salam ola sənə şərəf gətirmiş etiqadına. Salam ola bu haqqın ordusunda haqq cihadına. Sən ümmətin şəhidisən, odur mübarək adına. Mələklər eyləyən ehtiram Hüseynin aşıqı. Bu yolda hər əzaba, hər bəlaya ləbbeyk dedim. Ay mənim gözümün nuru şəhidlərim. Bu yolda hər əzaba, hər bəlaya ləbbeyk dedim. Şəhadətindədir zəfər, bəlaya ləbbeyk dedim. Şəhid olub, şəhid-i Kərbəlaya ləbbeyk dedim. Bahalidir bu zirvə, bu məqam Hüseynin aşıqı. Səbr qıley Hüseynimin əbəlfəz üzlü əskəri. Zaman gələr, gələr zamanın, zaman gələr, gələr zamanənin imamı sərvəri. Olub bu orduda imamətin qulamı navkəri. Özün gəlib alarsan intiqam Hüseynin aşıqı. Unutmaz et zaman səninlə fəxr edər vətən. Unutmaz et zaman səninlə fəxr edər vətən. Bu millətin qururusan, rüqavısan həqiqətən. Anan səni şəhid doğub, sənət yolun şəhidisən. İlahi vədin eylədin, tamam Hüseynin aşıqı. İlahi vədin eylədin, tamam Hüseynin aşıqı. Şəhidlərimizin ruhuna, Kərbəla şəhidlərin ruhuna salavat zikr edər. Həmişə imam süfrələrində bax belə işimizə. Allah razı olsun. Mən sizdən hər birinizdən bir bibi kimi, bir xala kimi xahiş edirəm ki, oldu əyləşin rahat. Hamınız rahat yiyin. Durun mənim balam, durun. Çox xahiş edirəm sizdən. Durun. Sən də gidin. Gid atam, gid. Unutmak olar mı sizi şehitler?
dostum. La